Növbəti sujetimizdə ata və qızın ortaq uğurundan danışacağıq. Fizika müəllimləri sertifikasiya imtahanında nümunə olublar. Biləsuvarın Aliyabad kəndindən olan bu ziyalı ailəni siz də yaxından tanıyın. Biləsuvarda təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində eyni fənni tədris eləyən ata və qızı Siyasət İsayev və Ulduz Mirzəxanlı yüksək nəticə göstəriblər. Onların uğuru təkcə şəxsi nailiyyət deyil, həm də ziyalı ailənin elmə, təhsilə bağlılığının bariz nümunəsidir. Siyasət İsayev uzun illərdir Biləsuvarda fizika fənninin sevilərək tədris olunmasında mühüm rol oynayan müəllimlərdəndir. O hazırda həm milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar təhsil kompleksində, həm də Bəydilli kənd tam orta məktəbində fəaliyyət göstərir. İmtahanda topladığı 57 bal onun bilik və təcrübəsinin bir daha təsdiqidir. Sertifikasiya mən özlüyümdə əmin idim ki, mən yüksək bal toplayacağam. Sadəcə bununla belə o məsuliyyət məndə daimi hazırlığı tələb edirdim. Onu deyim ki, fənn üzrə 100% nəticə göstərməyim və yəni əlavə hazırlıq olmadan gündəki dərs fəaliyyətimdən nəticəsidir. Atasının davamçısı olan Ulduz Mirzəxanlı da sertifikatlaşdırma imtahanında 55 ballıq nəticə ilə uğur qazanıb. Ulduza müəllimə hazırda Biləsuvar rayonunun Şəhid Malik Piriyev adına Aliyabad kənd tam orta məktəbində çalışır. Deyir ki, atasının pedaqoji təcrübəsi və ailə dəstəyi bu nəticəyə çatmaqda böyük rol oynayıb. Əldə etdiyim nailiyyətin borclu olduğum insan atamdır. Təbii ki, uğura çatmaq üçün zəhmət çəkmək lazımdır, qarşıya məqsəd qoymaq lazımdır və məqsədə çatmaq üçün özünə inamlı şəkildə irəliyə doğru hərəkət etmək lazımdır. Yəni, əldə etdiyim uğur həm sevincli, həm də qürur vericidir. İmtahan çox şəffaf keçirildi. Elmə və təhsilə bağlı olan bu ailənin uğuru təkcə Biləsuvar üçün deyil, ümumilikdə Azərbaycan müəllimləri üçün gözəl nümunədir. Qeyd eləyək ki, 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Rahat İsayev də bu ocağın evladıdır. Pərvanə Əhməd qızı Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.